Gəncəyə də ilk qar yağıb, uşaqdan tutmuş böyüyə də sevinç yaşayanlar bu hadisə nəticəsində kommunal sarıdan heç bir çətinlik yaranmayıb, yollarda nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün də işlər görülür. Saat 5-dən qalmışaq, müdiriyyət zəng vurub, qar yağdı, gəlib lazım olan yerlərə hara baxırıq, buzluyub, duz tökürək, duz qum qarışıqlı işləyirik. Gəncədə prospekt və küçələrin qarını təmizləməyə Kommunal Təsərrüfat İstehsalat Birliyinin 100-ə yaxın işçisi cəlb edilib. Qarın daha çox təhlükə yaratdığı yollara 15 tona yaxın qum və duz qarışığı tökülüb. Gecədən qar yağdı. İndi səhər gecədən də qumzat tökdülər, elədilər yollara. Yollar açılıbdı yaxşıdır. Yollar indi yaxşıdır, duzlanıbdır, torpaq tökülüb. Yəni ki, normaldır yollar. Yəni getməyə dəyər. Şəhərin ən yoxuş yolu Mirzə Abbas Aydar küçəsindədir. Səhər saatlarından başlayaraq bu küçəyə tökülən duz və qum qarışığının nəticəsidir ki, avtomobillər rahat şəkildə hərəkət edə bilir. Piyadaların rahat hərəkəti üçün şəhərdə olan səkilər də təmizlənir. Şəhərin müxtəlif ərazilərində bu işi həyata keçirmək üçün 50-yə yaxın canlı qüvvə cəlb olunur. Yolların qar və buzdan təmizlənməsi üçün 10-a yaxın ağır texnika səhər saatlarından səfərbər edilib. Gəncə şəhər İcra Hakimiyyətinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin bazasında 100 tondan çox duz ehtiyatı var. Bütün texnikalar işlək vəziyyətdədir. Demək, qar davam etdikcə yolların hərəkətini təmin etmək üçün bütün işlər görüləcək. İctimai nəqliyyatın hərəkətində də problem yoxdur. Adi günlərdə olduğu kimi 32 xətt üzrə 290 avtobus və mikroavtobus sərnişinlərin xidmətindədir. Avtozavoddan gəldim 28-dən, lap yaxşı gəldim. Buradan da 4-ə mindim. Gəldim, yaxşı. 7-dən çıxmışam, elə 7 nömrədə işləyirəm. Yollar da ki, belə pis deyil, sağ olsunlar, duz töküblər, yəni işləyirik. Bütün hamısı, 16 maşın gündə çıxırıq, 16-sı da çıxıb, heç bir problem də yoxdur. Avtobuslar daimi fəaliyyət göstərir əvvəlki kimi. Qarın yağmasına baxmayaraq, avtobusların intervalı 6-5 dəqiqə ərzində fəaliyyət göstərirlər. Qrafiklər tayin olunubdur. Dispetçerlərimiz hər an, hər dəqiqə qaynar xəttə məlumat verirlər. Hansı bir maşın xəttə dayanırsa, ola bilər maşının nasazlığı ilə bağlı dayanırsa, yeni qaraja məlumat verib yenisini əvəzləşdiririk. Yağan qarın problem yaratıb-yaratmamağından asılı olmayaraq buna ən çox sevinənlər balacalar olub. Hər 13 yaşım var. Mən dostumla saat 8-dən qartopu oynayırıq. Çox sevinirik. Biz saat 8-dən qartopu oynayırıq. Elə saat 8-dən qardan adamızlar düzəldir. Çox şadıq, sevinirik. Gecə saatlarından başlayaraq Gəncəyə yağan qarın hündürlüyü 10 sm-dən yuxarıdır. Fərid Mehdizadə, Elnur Vahidoğlu, Ceyhun Elbrusoğlu, Gəncə.